Salam dəyərli izləyicilər, bu günləri çox maraqlı pirajka hazırlamışam. Deməli, pirajkaların içliyi yoxdur, içliyi tərkibindədir, belə deyək. Bunun üçün 3 ədəd orta boylu kartofu soymuşam. Daha sonra xırda-xırda doğrayıb, üzərinə gördüyünüz kimi suyunu əlavə eləyirəm. 1 çay qaşığı da duz əlavə eləyib qoyuram qaynamağa. Kartofun qaynayıb tam bişməsindən əmin olduqdan sonra süzürəm kartofu. Və ilə isti-isti soymasını gözləmədən üzərinə 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı da duz əlavə eləyib yaxşı-yaxşı kartofu əzirəm. Yəni elə əzirəm ki, içində çox belə yumru-yumru topaqlar qalmasın. Əzdikdən sonra kartofu hansı ki suda qaynatmışdım, həmən sudan 1 stəkanda götürüb kartofun üzərinə əlavə edib yenidən qarışdırıram. Baxın, burada çoxlu əzirəm kartofu ki, tam püresi tam əzilmiş olsun, düyün-düyün olmasın. Qarışdırdıqdan sonra üzərinə 1 xörək qaşığı maya əlavə edirəm. 1 dəstə cəfəri, 1 ədəd də yumurta. Yumurta ağlı sarılı bütöv istifadə edirəm. Bunları da yaxşı-yaxşı qarışdırıram. Qeyd edirəm ki, kartof istidir, yəni soyumayıb da. Çünki burada xəmir yoğuracam. Xəmirimiz elə bil acımalıdır. Ona görə kartofda isti-isti üzərinə bu ərzaqları əlavə edirəm. Sonda da ununu əlavə edirəm. Unumuz burada hardasa mən deyim 750-800 qram un əlavə elədim. Xəmiri yoğururam. Tam yoğurduqdan sonra sonda elə bir xəmirin üzərinə hardasa bir 50 milli duru yağ əlavə edirəm və xəmiri toparlayıb üzərini örtürəm, qoyuram xəmirimiz gəlsin. Burada diqqət edirsinizsə xəmirimiz çox yumuşaqdır, yəni sıyıq xəmirdir də. Amma mən sizlərə bildirim ki, əziz xanımlar, siz bunu istəsəniz ununu 800 qram yox, məsəl üçün 1 kilo un istifadə edib xəmiri biraz möhkəm eləyə bilərsiniz. Mən sıyıq xəmir elədim. Ona görə ki, pirajkalarımız çox yüngül alındı. Belə alındı ki, tam bamiyə kimi də belə deyək. Xəmir tam özünə gəldi, belə deyək, acıdı. Bişirməyi sizlərə göstərim. Burada bulud qaşığı var. Baxın, bulud qaşığını duru yağa batırıb ondan sonra xəmirdən götürürəm və qaynar yağın içərisinə əlavə edirəm, bişirirəm. 2 formada götürmək olar xəmiri. Məsəl üçün mən qaşıqla götürməkdənsə əllə xəmiri götürüb hazırlamağı daha çox özümə rahat bildim. Lakin 2 formada sizlərə göstərdim ki, hansı sizə rahatdırsa həmən formada da bişirə bilərsiniz. Qaşıqla eləyəndə həm tam yumru alındırmaq olmur, amma əllə eləyəndə, əllə daha doğrusu xəmiri götürəndə yumru-yumru alındırmaq olur. Səliqəsinə görə deyirəm. Baxın, burada göstərirəm, əlim yağa batırıram, əlimdə xəmiri götürüb o üz bu üz, baxın bu formada hazırlayıram. Yəni kənarlarından artıq belə heç nə çıxmır da, yumru formada olur. O problem deyil. Qaşıqla da eləsiniz forma olaraq, əllə də eləsiniz. Hansı forma olsa da onsuz da çox gözəl, ləzzətli pirajkalar alınır. İndi mən səliqəyə görə dedim ki, kənarları yumru olsun. O üz bu üz yenə qızardıram. Burada qeyd edeyim ki, yağın, tavanın qazın xodu, tavanın altında qazın xodu çox iti xodda deyil. Ona görə ki, yəni atan kimi pirajkalar tam ütülməsin. Alayanıq kimi olmasın. Rəngi baxın gözəl qırmızı olsun. Hamısını bişirdim. Gördüyünüz qaydada hazır elədim. Hazır oldu. Əziz xanımlar, çox gözəl pirajkalar alındı. Tərkibi də özündə, belə deyək, iç tərkibi də xəmirin özündədir. Yüngüldür. Yenə də qeyd edirəm, siz istəsəniz ununu biraz çox qatıb, biraz möhkəm kündə kimi eləyib bişirə bilərsiniz. Amma mən bu formada daha çox sevdim. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.